Buna nəzarət eləsələr çox qəşəng olar, çox gözəl olar. Salam Ayday, necəsən? Sağ ol, lap yaxşıyam. Bayramın mübarək olsun. Sağ olun, sizinlə belə. Allah sizlərə dəyməsin. Bir sual verim sizə. İndiki gənclikdən, gənclərdən razısınızmı? Nə bilim, vallahi elə bil sözə baxan da elə. Sözə baxan deyil. Yox. Televiziyada olan verilişləri izləyirsiniz. Hamısın. Kimlərin verilişinə baxırsınız? Elə zada gülmək üçün baxıram komediyalar aləminə. Ənvərə salamlar buradan, dəyərli dostumuz. Hamımızı salamlayırıq, biz də salamlayırıq. Bugündən mən də TikTokdayam. Bəs bu qalmaqallı verilişlər olur, müğənnilər qırırlar bir-birini. Nə, razısın? Yox. Müğənnilər də belə cızıqdan çıxıblar. Vallah billah, and olsun Allah. Adam xəcalat çəkir Allahın üzünə baxmağa. O corabı ilə gündəmə gəlmişdi, onun adı nə idi? Ofeliya Şabanova. Necədir? Oxumağa əladır, ona söz ola bilər. Oradan corab tapmışam, əqdimdir. Nə hırıldayırsan? Hələ oxumaqlarını söz demirəm, hamısı yaxşı olur. Aman özlərində cızıqdan çıxardıblar. Bugün çərşənbədir, təbrik eləyirəm sizlərin bayramını. Sağ ol, sizinlə baxın. Allah ömür versin sizə. Çox sağ olun. Buyurun. Allah sizin də canınızı sağ eləsin. Gələn bayramlarınızı, Novruz bayramın, Oruçluq bayramın hamısını ürəkdən təbrik eləyirəm. Hamıya da can sağlığı. Bayramımızdır bayram! İdmançılara bax. Belə şey yoxdur yəni, gəl. Gəl. Neçə belə illərə çıxaq. Firavan olsun. Dövlətimiz sağ olsun. Siz elə dövlətimiz üçün xidmət edən insanlardasınız. Sağ olun. Bayramımız da mübarək olsun, dəf kimidir. Mana da şükür. Aha. Başqa? Başqa can sağ olun. Amin. Ki, torpağımızı aldırar, bizi şərait qurublar, ev tikiblər. Ev tikiblər. Bəli. Siz Qasını, bəli. Qarabağlısınız. Bəli, Zəngilandanam. Zəngilandansınız. Bəs bu indi bir dənə sual verəcəm, amma düz deyək də, mən bilirəm düz danışan xalasınız. Bu indi verilişlər gedir efirə, müğənnilər, zatlar, aləm dəyər bir-birinə razısınız? Yox. Narazısınız. Nəydən narazı? Nə bilim, hərəs bir cür danışır da. 5 dəqiqə belə danışırlar, 5 dəqiqə tuta bilirsən də nə danışır, eləmi? Hə. Və sosial verilişlərdən necə? Onlara baxmıram. Ancaq müğənnilər olan Müğənnilər verilişlər. həm biri, xoş gedən verirsən baxıram, zarım verirsən baxıram və salam. Aha. Bəs bu belə gündəmdə indi hal-hazırda olan müğənnilər var. Toylarınıza çağırarsınız ola, gündəmdə olana. Məsələn, Kəmalə Günəşli Çağıraram. çağırarsınız. Xoşunuza gəlirsiniz Kəmalə Günəşli. Bəyənirsiniz. Hamısını bəyənirəm. Bəyənir. Ən Yəni. çox Elnaranı bəyənirəm. Elnara Abdullayevanı. Bəli. İndi bu hal-hazırda verilişlər gedir. Bilirəm indi efirə bəlkə də televiziyaya baxmırsınız da, amma sosial şəbəkələri izləyirsiniz. TikTok, bir də Instagram platforma. Bax, nədən narahatçılığınız var? Nədən xoşunuza gəlir? Nədən narazısınız? Dava ilə, nə bilim, efirdədirlər, qalmaqalla. Bir də görürsən, sonra çıxırlar, barışırlar. Belə xoşunuza gəlir, bəyənirsiniz belə şeylərə baxmağı? Bəyənmirəm. Dəstəkləmirsiniz? Yox, şəxsən dəstəkləmirəm. Çünki balaca uşaqlarda baxır çox vaxtı, onların psixologiyasına Pis təsir edir. Bəli. Mən dəliyəm, psixiyəm mən. Azərbaycan filmlərinə baxırsınız? Çox vaxt komediyaya baxıram. Hansı komediya? Komediyxanaya. Hə. Ənvər, sevirlər də səni də. Məsələn, məndə simpatişnilik 33%-dir. Xarizma 22%. Pişik kimilik 14%. Uğurlar olsun sizə, var olun. Bayramlarınızı təbrik edirəm, evdə ailələrinizi, analarınızı təbrik edirəm. Siz məndən qaça bilməzsiniz. Qoymaram qaçasınız, hara gedirsiniz? Yəni görürəm tutmuşam, gücünə tutmuşam, gəl bura. Bu müğənnilər